İndi əlimə imtahan sualları keçdi. Salam, bir də salam deməyi də unutdum. Gəlin sualların izahına baxaq. Deyir ki, 31-ci sualda tərz hərəkət sərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Bunu düzənliyə qoyum. Aha. Deməli, tərz hərəkət zərfi istəyir bizdən. Tamamilə xəbərsiz idi ki, necə gəliblər. Bizdən zərfi istəyir axı. Zərf istədiyinə görə burada bir tamamilə var. Tamamilə də bilirik ki, nə zərfidir? Kəmiyyət zərfidir. Ona görə bu ola bilməz. Bu ola bilməz. Belə danışmağın heç bir əsası yoxdur. Belə danışmağın heç bir əsası yoxdur. Burada da zərf görmür gözümüz. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Onlar ev yiyəsi ilə gülə-gülə, yəni gülərək salamlaşıb, düzdür? Bu nədir? Bu feili bağlamadır, onda bu da deyildi cavabımız. Şurada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Aha, necə döyüşdüyü? Çiyin-çiyinə döyüşdüyü də təsriflənməyən formadır, 4-ü götürəcəyik. Öz uğurlarından iftixarla danışan sədr indi susmuşdu. Necə danışan? İftixarla danışan. Danışan da təsriflənməyən feildir, 5-i də götürəcəyik. Dil ucu təşəkkür edib çölə çıxdı. Aha, dil ucu da tərzi hərəkət sərfidir. Təşəkkür edib də təsriflənməyən formada cavabımız olacaq C variantı. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir cümləsi ilə bağlı doğru fikirdir. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Feillərin hər biri. Deməli, baxaq, arenada qazandığı göstərildiyinə, yəni diqqət göstərildiyinə bir də dəlalət edir. İndi bizə deyir ki, söz birləşməsinin əsas tərəfi. Deməli, ölkəmizin qazandığı və qazandığı uğurlar. Burada hər biri əsas tərəf olmadı, axı qazandığı uğurlarda aslı tərəf oldu. Ona görə A ola bilməz. Quruluşca mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Quruluşca mürəkkəb, xəbər şəklində olan feil, yəni quruluşuna görə mürəkkəb dəlalət edir. Deyir ki, xəbərin ifadə vasitəsidir. Nə edir? Dəlalət edir. Bu doğru fikirdir də. Feillər qayıdış və məlum növdədir. Dəlalət edir, məlumdur. Diqqət göstərildiyi məhkuldur axı. Bu da deyil. Feilin bütün təsriflənməyən formalarına nümunə işlənib. Yəni, burada amma məstər görürük, məstər görmürük. Məstər görmürüksə, deməli bu da səhv fikirdir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər. Yəni, təsriflənməyən feillər eyni cümlə üzvü. Gəl baxaq, dəlalət edir nəyə? Hansı, nələr uğurlar? Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı. Birində təyindir, birində tamamlıqdır. Bu da səhvdir. Deməli, cavabımız olacaq B variantı. Demək, indi baxaq 33-ə. Burada deyir ki, uyğun fikirlər, nitq hissələrlə ifadə olunan həmcins üzvləri işlənib. Gəncliyim, şərəfim, müqəddəratım. Burada var da, düzdürmü? İkinciyə baxaq. Ayı, günəşi, burada da var. Deməli, bir düzdür götürəcəyik. Baş üzvlərdən birinin həmcinsliyi var. Burada mübtədanın həmcinsliyi var. Bu cümlədə də qayıt, sahmana sal, qayıt, sahmana sal. Xəbərin həmcinsliyi var. Deməli, ikini də götürəcəyik. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Əsas tərəf bilirik ki, mübtədə olur. Deməli, bu birinə aid olacaq. Çünki bu birində tamamlıqla xəbərdir də. Onda 3-ü də çıxırıq. Deməli, 3 olanlara çıxsaq, avtomatik cavab 1, 2, 5, 6 ya da 4, 6-da. İndi bura baxa biləcəyik. Nümunələrin yalnız birinə aiddir. 2 fərqli cümlə üzvü həmcinsdir. Aha, bu aiddir ikinci cümləmizə. Çünki tamamlıqla xəbər. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Mübtədanın axı söz birləşməsi deyil, müqəddəratım, şərəfim, yəni təkcə bir sözdür də. Onda 5-i çıxırıq. Həmcins tamamlıqlar işlənib, bəli, ikinci cümləmizdə var. Cavab olacaq E variantı. Keçirik 34-ə baxmağa. Klaster tamamlaya bilməz. Səs və hərflərin sayıdır, bərabərdir. Deməli, bu doğru fikirdə, yəni bunlarda uşaq canlı, açıq-aşkar sözlərində hərflərin, səslərin sayında azalma yoxdur. 3 cingiltili samit işlənib. Burada var C, N, N. Bu doğrudur. Burada da var G, G, R. Deməli, bu doğrudur. G samitinin kar qarşılığı işlənib, yəni X.
Deməli, bu yanlış fikirdir. Çünki birincidə var, ikincidə yoxdur. Açıq saytların sayı qapalı saytların sayından çoxdur. Açıq saytlarımız, açıqlarımız 2 dənə burada, 2 dənə burada. Bu yanlış oldu da. Deyiliş və yazılış arasında 2 fərqli məqam var. Deyiliş və yazılış arasında 2 fərqli məqam var deyir. Burada da x ilə n-dır, burada da g ilə k-dır. Bu doğru fikirdir. Yanaşı işlənən kar və cingiltili samit səslər var deyir. Uşaq canlı x-cı, açıq-aşkar ş-gü. Deməli, bu da doğrudur. Kar qarşılığı olan bir samit işlənib deyir. Amma burada 2 dənə samit var. G ilə g var. Bu yanlış oldu. Cavab olar D variantı 2, 3, 6. 35-də yanlış fikirlər istəyir. Deməli, əvəzin bir məna növündən istifadə edilir. Burada bir dənə sən görürük. Yanlış deyil, doğrudur, çıxırıq. Yalnız qrammatik mənası olan bir söz işlənib. Gərək, bu da doğrudur, çıxırıq. Yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Demək, balana, bu da doğrudur. İkinci misrada işlənmiş isimlər təsirlik haldadır. Aranı, dağı, doğrudur. Təsvirlənən feillər hamısı xəbər şəklindədir. Öyrətdin, dolaşdım, dolaşdım. Öyrədəydin. Aha, öyrədəydin axı arzu şəklindədir. Olacaq E variantı. Bu da deyir ki, leksik olsun deyir. Oxşa, oxşarlıq. Bərk, bərki, bərkit. Deməli, A olacaq da. Dahiyanə çıxdıq. Tanıdan tanışlıq ola bilər. İş, işlə, işlət, dikcə bu deyil, çıxdıq. Peşə, peşəkarcasına. Küs, küskün, düz var burada, çıxırıq. Gen, genəlt, ir var burada da. Ona görə cavab olacaq elə A variantı. Hansı cümlədə fe'li sifət tərkibi işlənib? Fe'li sifət tərkibi. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Aha, şığıdı kim? Ya da nə? Qartal. Hansı qartal? Ahəstə süzən. Aha. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. Hansı qonaqlar gələn burada yoxdur. Asif yazılmış məktubu, hansı məktubu yazılmış? Bunda çıxırıq. Yaşıllaşan ağaclar, bunda çıxırıq. Dostum, oxuyan məqsədinə çatar. Kim oxuyan? Cavab olacaq elə A variantı. Niyə? Çünki ahəstə süzən birlikdə getdi, digərlərində tək qaldı. Vasitəsiz nitqli cümlə və vasitəsiz nitqli cümlənin sxemi. Mən buradayam. Komandir, cəhd dilləndim, bura gələrsinizmi? Vasitəsiz nitq, müəllif sözü, vasitəsiz nitq. Bu doğru görünür gözümə. Bəli, dedi, bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Bəli, o deyir, dedi. Bir dəfə, yenə bu var, bu səhvdir. Çünki bəli, dedini mən deyirəm, sonra yenə müəllif sözü gəlir axı. Daha doğrusu v mı olacaq da, bu vasitəsiz nitqdir, sonra m gəlir. Burası səhv oldu. Kapitan səmimiyyətlə dedi, sizi təbrik edirəm, leytenant. Kapitan səmimiyyətlə dedi, müəllif sözü. Bu düzdür. Qarı biraz düşünüb, yox, yaxşı, qərar sənindir, dedi. Qarı biraz düşünüb. Aha, bu müəllifdir, yaxşı, qərar sənindir, v'dir, bu da düzdür. Biz demək olar ki, çatmışıq, deyə Səlim gülümsədi. Biz demək olar ki, çatmışıq. Bu vasitəsiz nitqdir, Səlim gülümsədi, m'dir. Deməli, cavabımız olacaq B variantı. Biri mürəkkəb addır. Mürəkkəb ad deyirsə bizə Novruz bayramı C olacaq. Digərləri mürəkkəb söz, bir də söz birləşməsidir. Gülyazda sadə adam adıdır. Nəhayət hərbi xidməti başa vurduqdan sonra Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnamamı aldım. Deməli, aldım. Kim, mən, mübtəda yoxdur bu cümlədə. Mübtəda yoxdursa, A-nı çıxıram. Sonra deməli, mən deyir, nəyə aldım şəhadətnaməmi, nə zaman hərbi xidməti başa vurduqdan sonra, düzdürmü? Olacaq zərflik, sonra gələcək gimnaziyadan, hardan, sonra gələcək tamamlıq, sonra gələcək cavab olacaq C variantı. Qrammatika suallarının izahı bu qədər. Mətn düşsə, mətni də birlikdə edərik.